Hər vaxtınız xeyir əziz ikincilər. Videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bu gün sizlərlə birlikdə əmr və nida cümləsini öyrənmiş olarıq. Gəlin başlayaq. Əmr və nida cümləsini qısa şəkildə öyrənib daha sonra isə testlər və tapşırıqlar üzərində tətbiq etməyə. Deməli uşaqlar, biz bilirik ki, cümlə bitmiş bir fikir ifadə edir. Məqsəd və intonasiyaya görə də cümlənin 4 növü var. Nəqli cümlə, sual cümləsi, əmr cümləsi və nida cümləsi. Biz bugün sizlərlə əmr və nida cümləsini öyrənmiş olarıq. Uşaqlar, əmr cümləsi sadəcə adı əmr cümləsi kimidir, amma özü əmr vermək məqsədi ilə işlədilmir. Əmr cümlələri əmr, arzu, xahiş, istək, öyüd, məsləhət və sair kimi mənaları ifadə edir. Nida cümləsi isə uşaqlar, deməli, yüksək hiss həyəcanla deyilən hər bir cümlə nida cümləsidir. Yəni, baho, nə gözəl qızdır və yaxud da belə deyim, ay aman, nə qorxulu filmdir. Bu kimi cümlələr nida cümləsi adlanır. İndi gəlin tapşırıqlar üzərində, yəni sizə çox da geniş şəkildə izahatın bir mənası yoxdur. Çünki siz hələ 2-ci sinifdə oxuyursunuz. Siz bir qismini bilsəniz, sizə yetərlidir. Sadəcə bir anlayışınız olsa və tətbiq edə bilsəniz, sizlər üçün bəs edəcək. Daha sonra 3-cü, 4-cü sinifdə, daha yuxarı siniflərdə daha konkret şəkildə, daha geniş şəkildə öyrənmiş olacaqsınız. İndi gəlin testlər üzərində daha ətraflı, daha yadda qalan edək bu mövzunu. Birinci sualda bizə deyir ki, hansı cümlə nida cümləsidir? Baxırıq. Deməli, birinci suala baxırıq. Durğu işarəsi buraxılır ki, uşaqlar belə deyək də biraz fikirləşsin. Qarabağ Azərbaycandır. Bəli, burada sevinç hissi var. Ona görə də Qarabağ Azərbaycandır. Bu nida cümləsidir. Arifi gözləyirəm. Fikir bildirir sadəcə. Nəqli cümlədir. Bu bizə lazım deyil. Vaqif tapşırığı həll etdi. Məlumat verdi. Nəqli cümlədir. Bu da bizə lazım deyil. Bizə nida cümləsi, yüksək hiss həyəcanla deyilən bir cümlə lazımdır. Bu da Qarabağ Azərbaycandır cümləsidir. İkinci tapşırığa baxırıq. Hansı əmr cümləsi deyil? Əmr cümləsi deyil. Siz də cümlənin məqsəd və intonasiyaya görə iki növünü keçdiyinizə görə digər cümlələr, digər növlər ola bilsin ki, əmr cümləsi olsun. Bizdən də əmr cümləsini, daha doğrusu əmr cümləsi deyil deyirsə, bizdən nida cümləsini istəyə bilər. A variantında bizə deyir ki, tez olun, ayağa qalxın. Burada əmr cümləsidir. Bəli. Niyə hamınız gəlmisiniz? Sual cümləsidir. Hamı mənimlə gəlsin. Hamı mənimlə gəlsin. Bu da əmr cümləsidir. Deməli, əmr cümləsi olmayan B variantıdır. Baxırıq 3-cü tapşırığa. Cümlənin sonuna uyğun gələn durğu işarəsi hansıdır? Sən heç kəsə bir söz demə. Sən heç kəsə bir söz demə. Hansıdır? Nöqtə olmalıdır A variantı. 4-cü tapşırığa baxırıq. Hansı cümlə növünə görə digərlərindən fərqlənir? Baxırıq, görürük. Deməli, ay qızım, çox sağ ol. Bəh-bəh, çiçəklər çox gözəldir. Uşağın əlindən tutun. Deməli, burada tapşırıq var bir növ. Bu olacaq əmr cümləsi, amma digərləri nida cümləsi olmuş olacaq. Baxırıq 5-ci tapşırığa. Hansı cümlə əmr cümləsidir? 5-ci tapşırıqda əmr cümləsini istəyir. Saatını neçəyə almısan? Sual cümləsidir. Ağacdan almaları səbətə yığ. Bu tapşırıq verir. Yəni əmr cümləsidir. Kimi özünlə aparacaqsan? Sual verir. Bu da ola bilməz. Deməli olacaq B variantı. 6-cı tapşırığa baxırıq. 6-cı tapşırıqdan bizdən nə istəyir? Nöqtələrin yerinə hansı sözü yazsaq, əmr cümləsi yaranmaz. Qızım, yat. Bax, tapşırıq verir, əmr cümləsidir. Qızım, oxu, əmr cümləsidir. Qızım, gəldilər. Sadəcə məlumat xarakterlidir. Ona görə də bu olacaq nəqli cümlə. Ona görə də C variantı bizim cavabımızdır. 7-ci tapşırığa baxırıq.
Hansı əmr cümləsində səhv yazılmış söz var? Şagirdləri sıraya düzün. Uşaqlar, şagirdləri yox, şagirdləri sıraya düzün olmuş olacaq. Səhv yazılmış söz A variantında bizə verilib. Daha sonra cümlənin sonuna uyğun gələn durğu işarəsi hansıdır? Qalx ayağa, Azərbaycan. Nida cümləsidir bu. Olacaq B variantı. 9-da deyir hansı əmr cümləsində ahəng qanununa tabe olmayan söz var? Alim kitabları gətir. Bəli, hansı əmr cümləsində ahəng qanununa tabe olmayan söz elə olacaq A variantında. Daha sonra 10-cu tapşırıqda deyir hansı nida cümləsidir? Baxırıq. Aytən, axşam kim gələcək? Sualdır bu. Sual cümləsidir. Baxırıq digərinə. Rəfiqəni də çağır. Rəfiqəni də çağır. Daha sonra nida cümləsi istəyir. Bu sadəcə xahiş, arzu, istəkdir. Vay, hava şaxtadır. Burada his həyəcanlı deyilmiş cümlə nida cümləsidir. Cavabımız olacaq C variantı. Baxırıq digərinə. Cümlələrin növünü qarşısında yazın. Aha, deməli başlayaq tapşırıqlara. Cümlələrin növünü qarşısında yazın deyirsə A tapşırığına baxar. Səhər tez qalxın. Əmr cümləsidir. Burada tapşırıq var. Hey, atlılar, sizi görürəm. Burada nida cümləsi əlbəttə ki olacaq. Nida cümləsi. Ayağa dur, Azərbaycan, səninləyəm. Təbii ki də burada da nida cümləsi olacaq. Yarışın vaxtını təyin edin. Əmr cümləsi olacaq. 2-də deyir ki, əmr cümlələrini işarələyin. Yaşıl zəmilər göz oxşayır. Məlumatdır sadəcə. Yəni burada yoxdur. Köhnə kitabları mənə ver. Bəli, arzu, istək. Mənə ver. Burada əmr cümləsidir. Doğma kəndimiz gözəldir. Sadəcə məlumat verir. Bunu da götürə bilmərik. Saçlarını səliqəli yığ. Tapşırıq verir. Burada da əmr cümləsidir. Nida cümlələrini işarələyin. Tam əksini deyir. Baxaq. Qələmin yerə düşüb. Sadəcə məlumat verdi dostuna. Qələmin yerə düşüb. Dostlar çox sevindilər. Bəli, burada deyir ki, dostlar çox sevindilər. Yenə də məlumat verir bizə. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Bəli, yüksək his həyəcanla deyir. Ana, mən çox xoşbəxtəm. Burada görürsünüz ki, özünüz də hiss edirsiniz ki, hansısa xoşbəxtçilikdən, yəni hansısa his həyəcanla söhbət gedir. Burada olacaq nida cümləsi, yəni C və D. Hər növə uyğun 2 cümlə yazın. Uşaqlar, 2 əmr cümləsinə aid, 2 dənə də nida cümləsinə aid özünüzdən cümlə qurarsınız. Yəni mənim deməyim, yəni bu mənim fikrim olmuş olacaq, amma öz fikrinizi, bu qədər çalışmalardan sonra hardasa 10 test, 3 tapşırıqdan sonra hansı qərara gəlsəniz, cümlə qura bilsəniz və İstəyərdim ki, qurduğunuz cümlələri də videonun şərh bölməsində yazasınız ki, görüm hansı uşaq necə əmr cümləsi qurub, necə nida cümləsi qurub. Bu arada videonu bəyənməyi də unutmayın. Daha sonra baxıram 5-ci tapşırığa. Cümlələrə elə sözlər əlavə edin ki, əmr cümləsi yaransın. Deyir ki, sən intizamlı ol. Sən intizamlı ol. Daha sonra uşaqları, belə deyək də, uşaqları sakitləşdir. Sakitləşdir. Kitabxanaya get. Get. Rəngli kitabları al. Bu formada olacaq. Uşaqlar, bugünlük izahımız bu qədər. Növbəti mövzularda görüşərik. Videonu bəyənib dostlarınızla bölüşməyi və kanala abunə olmağı unutmayın. Hələlik.